Salam, 15 may 2026-cı il. İnşallah ki biz bugün yuxarı istiqamətə həm qum, həm də ki sement daşıyırıq. Plaşatkanın doldurulmasını dayandırdıq. Çünki hava şəraiti yağıntılı göstərdiyinə görə yağış yağdıqdan sonra yuxarı istiqamətə qum və sementin daşınması çətinləşir. Amma yağış olduqda isə mağaranın içində işləmək rahatdır. Ona görə bugün inşallah ki yuxarı istiqamətə qum və sement daşınacaq. İnşallah ki işlərimiz davam etdikcə bu barədə məlumatları sizlərə verəcəm. Artıq plaşatkanın da müəyyən bir hissəsi doldurulub.